İndi də məsələn akademiyanın tələbələri xarici sularda təcrübədən keçirlər. Sizin belə deyək də təhsil aldığınız vaxtda beynəlxalq sulara çıxmaq daha çətin idi, yoxsa indi tələblər daha sərtdir? Təcrübə almaq üçün, yəni tələbə kimi elə bir şansımız yox idi beynəlxalq sularda. İndi şükür Allah belə bir vəziyyət yaranıb, şans verilir tələbələrə. Bununla bağlı dekanımız Elnur müəllim mənə məlumat verdi. Çox sevindim bununla bağlı. Mən də ona təklif elədim ki, əgər mümkün olsa, Fars körfəzində, offshore sahəsində də, yəni Saudi Aramco ərazisində olan gəmilərə də təcrübəsi göndərsələr, lap yaxşı olar. Mən də vasitəçi ola bilərəm, çalışaram, yəni öz işlədiyim şirkətlə danışıqlar apara bilərəm. Yəni lap mən olan gəmiyə gələrlər. Mən öz biliklərimi onlarla bölüşərəm, praktiki, həm nəzəri. Yəni istərdim o sahəyə də gəlsinlər. Çox sevindirici bir haldır. Hazırda tələbələrimizin beynəlxalq sularda təcrübədən keçməyi və tələbə olduqları bir müddətdə bunu düşünürəm ki, onlara dənizçilik həyatlarında daha çox şey qatır. Çox üstünlükdür bu. Yəni ki, mən çox sevindim də bu xəbər eşidəndə, çox maraqlı. Yəni biri var yalnız Xəzər daxilində olasan, biri var beynəlxalq sularda. Orada danışıq məsələn ingilis dilində olur. Eşidirlər onu. İş praksisi başqa cür olur. Yəni daha maraqlı olur onlara. Real təcrübələri daha yaşayırlar. Başqa millətlərlə danışırlar. Məsəl üçün o mühiti görürlər, real mühiti görürlər təcrübə. O işə başlayanda onlara biraz rahat olacaq. Çünki o sahəni görüblər.